Bastırılmış emosiyalar yox olmur, onlar sizi idarə etməyə başlayır. Heç hiss etmisiniz ki, bəzən səbəbsiz yerə əsəbləşirsiniz, yorğunluq və ya hətta fiziki ağrılar yaşayırsınız. Əslində bunun səbəbi çox vaxt bastırılmış emosiyalardır. Biz hisslərimizi ifadə etmədikdə onlar sadəcə yox olmur, əksinə bədənimizdə və davranışlarımızda fərqli formalarda üzə çıxır. Stres, əsəb, kədər və qorxu kimi hissləri içimizdə saxlamaq bir növ emosiya kokteyli hazırlamaq kimidir. Nə qədər çox yığsaq, bir gün partlayış qaçılmaz olur. Bastırılmış emosiyalar insanın davranışlarını dəyişdirir, ani əsəb partlayışlarına, gözlənilməz reaksiyalara və hətta psixosomatik problemlərə səbəb ola bilər. Bəs nə etməli? Ən önəmlisi emosiyaları qəbul etmək və onları sağlam şəkildə ifadə etməyi öyrənməkdir. Duyğularınızı danışaraq, yazaraq, musiqiyə və hətta incəsənətə tökərək ifadə edə bilərsiniz. Eyni zamanda meditasiya, idman və dərin nəfəs texnikaları da emosional balansı qorumağa kömək edə bilər. Unutmayın, emosiyalarınızı görməzdən gəlmək onları yox etmir, əksinə bir gün idarə olunmaz hala gətirir. Sizcə emosiyaları içimizdə saxlamaq yoxsa açıq şəkildə ifadə etmək daha yaxşıdır? Maraqlı məlumatlar üçün kanalımıza abunə olub bizi izləməyi unutmayın.